Nəyə görə bəzi qadınlar həyatlarına ancaq onlara qarşı soyuq, qəddar olan kişiləri cəlb edir. Onlara qarşı biganə olan, onlara qarşı laqeydsiz olan kişiləri cəlb edir. Əlbəttə bu demək deyil ki, qadın bunu istəyir və şuurlu şəkildə belələrini seçir. Xeyr, sadəcə olaraq nədənsə hər dəfə məhz belələrinə rast gəlir. Niyə? Çünki bu qadın uşaqlıqda valideyni tərəfindən bu cür münasibət görüb və bu cür münasibətə öyrəşib. Mütləq deyil ki, burada fiziki qəddarlıq olub, valideyn uşağı döyüb. Xeyr, burada psixoloji, mənəvi soyuqluq olub, emosional bağlılıq yaranmayıb uşaqla, onun hissləri ignor edilib və artıq bu uşaq bu cür rəftarı öyrəşib və bu rəftarı özü üçün norma hesab edir və bu rəftar onun üçün komfortlu bir rəftardır. Ona görə şuuraltı şəkildə o məhz belə partnyor seçir həyatına. Ona görə ilk öncə qadın şuurlu şəkildə qəbul etməlidir ki, bax mənim bu cür problemim var, şuursuz şəkildə baş verir və bunun üzərində ən azından özü də olsa çalışmalı.